Salam, mən Məmmədov Azər. Bu videoda 2025-ci riyaziyyat test toplusundan rəssamlar kəsirlərin ixtisarı, deyimli çoxluğu mövzusuna aid olan tapşırıqların izahını verəcəm. Demək, səhifə 47. Bu bölmə elə də çətin deyil, ancaq müxtəsər vurma düsturlarını əzbər bilmək lazımdır. Demək, kəsirini ixtisar edin deyir. Nə cür ixtisar edərik? Birinci, demək, kəsiri çəkdik. A kvadrat plus AB sürətdə görürük ki, bir şey eləyə bilmirik. Burada isə A üstə 6-nı biz yazsaq, A kubu vuraq A kubu kimi. Yəni, üstlər toplanır da. Əsaslar eyni olanda üstlər toplanır. A üstə 6-nı bu cürə yazdıq, çıxaq. A kubu, B kubu. Demək, hər ikisində A kubu var. Demək, A kubunu biz çıxarda bilərik mötərizə xaricinə. Burada A kvadrat üstə gələk AB üstə gələk B kvadrat sürətə dəymədik. Buradan A kubunu çıxartdıq. Oldu nə? A kubu çıxaq B kubu. Bərabərdir. İndi A kubu minus B kubu düsturunu mütləq bilməliyik. Demək, A kvadrat plus AB üstə gələk B kvadrat. A kubunu yazaq burada. Bunu isə açaq. Demək, A minus B birincinin kvadratı üstə gələk. Bunların hasili üstə gələk ikincinin kvadratı. Görürük ki, sürət və məxrəcdə eyni ifadələrdir. Bunlar ixtisar gedir. Elə ixtisardan söhbət gedirdən. Bizim onda cavabımız olacaq A kubu A minus B də 1. O da ki, E variantıdır. İfadəsini sadələşdirin. Böləkdir, birinci, ikinci vuraqdır. Neyniyərik? Demək, birinci kəsir olduğu kimi saxlayaq. 3y-in kvadratı. Vuraq, bölək x. Bölmə nə deməkdir? Tərsinə vurmada. Bunları tərsinə yazırıq. 2y məxrəcli idi, sürətə qaldırdıq. X sürətli idi, məxrəcə indirdik. Vuraq, vurma da olduğu kimi yazılır. X kvadrat, y kvadrat. Bu x-in biri ilə bu x getdi. Y-in biri ilə bu y kvadratın biri ilə y getdi. Qaldı nə? Sürətdə 2 qaldı, x kvadrat qaldı. 2x kvadrat. Məxrəcdə isə 3y bir də y kvadratı. Bunlar da y üstü 3 eləyəcəkdir. Üstlər toplanır. Belə bir ifadə aldıq. O da B variantına uyğun gəlir. Bu da eyni tipli misaldır. Demək, yəni bərabərdir. Hasillər olduğu kimi saxlayaq. Burada ixtisar da edə bilərik. Bölməni, demək, neyinirik? Tərsinə vururuq. Vururuq, kəsirlərin bölmə qaydası. Demək, B sürətli idi, məxrəcə indirdik. 5A isə məxrəcli idi, sürətə qaldırdıq. Bu A ilə A geçsin. Sonra, bax, B kvadrat edir də. Bunlar ikisi də, yəni bu B kvadratı ilə gedəcək. Məxrəcdə qaldı 3 vuraq 3, 9. Sonra 5A kvadrat. 5A kvadrat 9. B də var, orada yox. Bölək 9, o da A variantı. İfadəsini sadələşdirin. Demək, bunu 2-nin kvadratı kimi yazsaq, çıxaq x kvadrat. A kvadrat minus B kvadrat kimi yazacaq da, 10 üstə gələk 5x. Bərabərdir. Bunun qruplarını ayıraq. 2 minus x, bir dəfə də plus. Buradan isə 5-i çıxardarıq mötərizə xaricinə. 2 üstə gələk x qalar burada. 2 plus x-lər ixtisar olar. Qaldı nə? 2 minus x bölək 5. O da B variantı.
ifadəsini sadələşdirin. Bu da həmin tipli misaldır. 25-i 5-in kvadratı kimi yazsaq, onda nətər yazarıq? Onu da açarıq. Yəni P minus 5 P plus 5. Buradan da 7-ni çıxarsaq mötərizə xaricinə P minus 5 olacaq. Minuslar ixtisar oldu. Qaldı nə? P plus 5 bölək 7. C variantı. Kəsrini ixtisar edin. Neyniyərik? Bu A kubunun kubu kimi yaza bilərik də biz. A kubunun kubu kimi. Çıxaq 1. Yəni bu 1-in kubudur. A kubu minus B kubu düsturundan istifadə edəcək. A-nın yerinə A kubudur. Burada A üstü 6, üstə gələ A kubu, üstə gələ 1. Bu olduğun kimi saxlayırıq, bərabərdir. Demək, açaq o düsturu A kubu minus 1. Sonra A kubunun kvadratı. A kubunun kvadratı A üstü 6 eləyir. A üstü 6 minusdursa plus olacaq ikisi də. A kubu vuraq 1, yəni A kubu, sonra 1-in kvadratı. 1-in kvadratı 1 eləyir, müsbət özdə. Sürəti yazdıq. Burada qalın A üstü 6, A kubu üstə gələk 1. Görür ki, eyni ifadədir. Bunlar ixtisar gedir. Qaldı nə? A kubu minus 1. O da A variantı olar. Burada da demək ki, yenə A üstü 9-u yazarıq. A kubunun kubu kimi. Üstə gələk, bu 1-in kubudur. A kubu plus B kubu düsturundan istifadə edəcəyik. Onun da qoşması elə bu aşağıdakı məxrəcidir. Bərabərdir. A kubu plus 1 A kubunun kvadratı. Kvadratı eləyir A üstü 6. Üstə gələk, A kubu vuraq 1. Üstə gəl yoxdur. İndi bu müsbət olanda birinci işarə mənfi olur. A kubu 1-ə vurduq. A kubu üstə gələk 1-in kvadratı. O da 1. Demək, A üstü 6 minus A kubu plus 1. Bunlar ixtisar gedir, bərabərdir. A kubu plus 1. O da C variantı. Kəsrini ixtisar edin. 9M 3M neyniyərik? 3M'i çıxarda bilərik də mötərizə xaricinə. 9M'i yazarıq belə. 3 vuraq 3M vuraq M. Sonra çıxaq 3M. Üstə gələk 3M'in çıxaq M. Yəni aydın olsun deyinə bunu, vuruqlarına ayırdım bunu. Yəni 3-ə vuranda 9, M-ə vuranda M kvadrat. Bunu da yəni 3M'in kvadratı kimi çıxaq 1-in kvadratı. Yəni A kvadrat minus B kvadrat üstündən istifadə edəcəm. Bax, burada görürük ki, bax, bu iki ifadəni qruplaşdırsaq, 3M-lər hər ikisində var. 3M-i çıxardıram, mötərizə xaricinə qalır nə? 3-dən M, 3M, çıxaq 1. Bunun yerində 1 qalır. Buradan da N bunda da var, bunda da var. N-i çıxardıram, mötərizə xaricinə 3M çıxaq 1. Burada demək 3M minus 1 bir dəfə. Bir dəfə də 3M plus 1 bərabərdir. 3M minus 1 hər ikisində var. 3M minus 1-i çıxardıram mötərizə xaricinə. Bunda 3M qalır, burada da N qalır. Üstə gələk N. Minus 1-lər getdi, bunlar qaldı. Yəni, qalan nə oldu? 3M plus N bölək 3M plus 1. A variantı. Kəsrini ixtisar edin. Buradan mənfi 5-i çıxartsam mötərizə xaricinə.
Mənfi 5-i çıxardıram ötər. Qalır nə? A üstə gəl yox. Mənfi 5 çıxartmışıq. Minus 10. Minus 2. Onu mənfi 5-ə böləndə mənfi 2 alınır. Sonra bu isə A minus 2-nin kvadratı düsturudur. Bu kvadratın biri ilə bu gedir, ixtisar gedir. Qalır burada A minus 2. Sürətdə isə mənfi 5. Mənfi 5 bölək A minus 2 və yaxud bunu mənfini bura vursaq bu məxrəcdəki ifadəyə 5 bölək 2 minus A yerlərini dəyişərik, mənfi də itər. 5 bölək 2 minus A devam. Kəsrini ixtisar edin. Bu da həmin tipli misaldır. Mənfi 2-ni çıxarsam mötərizə xaricinə A minus 4 olacaq. Yəni mənfi 2-ni A-ya vursam mənfi 2A, mənfi 2-ni mənfi 4-ə vursam müsbət 8. Bu da A minus 4-ün kvadratıdır açılışı. Bəli, bu kvadratın kvadratla bu gedər, biri qalar da. Yəni qaldı nə? Mənfi 2 A minus 4. Yəni bu mənfini biz bura vursaq məxrəcə. Yəni 2 bölək 4 minus A alınır. B. İfadəsini sadələşdirin. Buradan nə edərik? 8-i çıxarsaq görək nə alınır? 8 qalacaq. Minus. Bundan oxşar heç nə almır. Qruplaşdırmağı düzgün aparmalıyıq. Belə eləyə bilərik. Bax, bu ikisini bir qruplaşdırarıq. 64 ilə A kubunda bir qruplaşdırarıq. Bərabərdir, kəsri çəkdik. Yəni 64 minus A kubu. 64-ü 4-ün kubu kimi yaza bilərik. Çıxılsın A kubu. Yəni bunları bir qruplaşdırdıq. 2A kvadrat çıxaq 8A-da 1. Yəni üstə gələk. 2A kvadrat minus 8A-dan da onu da bir qruplaşdıraq. Bu isə nəyin? Heç nəyin düsturu deyil. Burada 1 olmalıdır ki, nəyinsə düsturunu versin. Olduğu kimi saxlayaq hələ ki. Bərabərdir. 16 üstə gəl 2A plus A kvadrat. Və yaxud 15 üstə gəl 1 kimi yazsaq, o 1 üstə gəl A-nın kvadratı olacaq. Amma bizə nə verəcək ki? Gözləyək hələ görək nə alınır. Bax, bu A kubu minus B kubu düsturundan istifadə edək. Yəni 4 çıxaq A. 4-ün kvadratı 16. Üstə gələk. Bunların hasili 4A. Üstə gəl A-nın kvadratı. Üstə gələk. Buradan da 2-ni çıxardıram mötərizə xaricinə. 2A-nı daha doğrusu. 2A-nı çıxartdım. Yəni qaldı nə? A çıxaq 4. A çıxaq 4. Burada yenə qaldı 16 üstə gələk 2A üstə gələk A kvadrat. Yaxşı. İndi burada mənfini qoysaq, bax, gəlin elə burada birbaşa yazaq da. Bax, mənfini qarşıya yox. Bir dəqiqə, bərabərdir. 4A, 4 çıxaq A. 16 üstə gələk, 4A üstə gələk A kvadrat. Mənfi qarşısına yazsaq, bunların yerini dəyişə bilərik. Yəni 4 çıxaq A olar. Bir dəqiqə olmasa yerləşməli. Bax, 4 minus A olduğu kimi saxladım əvvəli. 16 üstə gələk 4A üstə gələk A kvadrat. Mənfini çıxartdıq qarşıya 2A yazdıq. Yəni bu mötərizədə ki ifadələrin yerini dəyişə bilərək artıq 4 çıxaq A kimi. Çünki bu da 4 minus A-dır. Mötərizə xaricinə çıxartmaq lazımdır. Məxrəcdə də 16 plus 2A plus A kvadrat bərabərdir. 4 minus A-nı
Çıxartdım mötərizə xaricine. Burada 16 plus 4a plus a kvadrat minus 2a qaldı burada. Burada 16 plus 2a plus a kvadrat bərabərdir. 4a'dan 2a çıxacaq, müsbət 2a qalacaq. Yəni belə ifadə olacaq. 4 minus a 16 plus 2a üstə gələk 2a kvadrat alınır. Məxrəcdə də həmin ifadə var. 2a plus a kvadrat. Elə ixtisar gedən də bunlardır. Yəni cavab olacaq 4 minus a. O da C variantı. İfadəsini sadələşdirin. Bu da bayaqkına oxşayır. 27 ilə A kubunu bir qruplaşdıraq. Bu ikisində 1 bərabərdir. Yəni 27-ni 3-ün kubu kimi yazıram. Üstə gələk A kubu. Bunu bir qruplaşdırdıq. Üstə gələk 27A 9A kvadrat. Oradan da 9A-nı çıxardaram mötərizə xaricinə. Qalar nə? 9A çıxardanda qalacaq 3 üstə gələk 3 üstə gələk demək 3A yox 3 demək A daha doğrusu 3 üstə gələk A alınır. Burada isə A kvadrat plus 6A plus 9 bu nəyinsə kvadratıdır da A üstə gəl 3-ün kvadratı düsturudur. Onu yazarıq. İndi bu A kubu 3 üstə gələ A kubunu bir açaq bu kubu düsturu ilə. Bunu tərsinə də yaza bilərik. A üstə gəlir. Cəm toplananların yerini dəyişində cəm dəyişmir. Ya elə də belə də qalsın. 3 üstə gələk. A 3-ün kvadratı 9 çıxılsın olacaq. Minus 3A bunların hasili. Bir də A kvadratı. Üstə gələk A kvadratı. Üstə gələk 9A 3 üstə gələk A. Məxrəcdə də oldu. A üstə gələk 3-ün kvadratı və yaxud 3 üstə gələk A-nın kvadratı bərabərdir. Buradan 3 plus A-nı çıxardarıq mötərizə xaricinə. Qaldı nə? Burada 9 minus 3A plus A kvadrat plus 9A. Burada da A plus 3'ün kvadrat. Burada bunun biri gedəcək. Görə hələ burada nə alınır? 6A demək aldıq nə? 3 plus A 9 üstə gələk demək 6A üstə gələk demək A kvadrat. Bu da elə nəyi verir? A üstə gəl 3-ün kvadratını verir də. Elə bunlar yəni eyni şeydir. A üstə gəl 3-ün kvadratıdır. Yəni bunlar ixtisar gedəcək, qalacaq nə? 3 üstə gələk A. B doğru olacaq. Kəsrini ixtisar edin. Buradan da nə edərik? Bu bərabərdir. Bunu vuruqlarına ayırsaq, gəlin onu yazaq burada ayrıca. 25x kvadrat minus 15x plus 2. Vuruqlarına necə ayırıq? 25x, 5x də yaza bilərik. Gəlin yazaq görək nə alınır? 5x. Hasili 25x. 2-ni də mənfi. Mənfi 1 vuraq mənfi 2 kimi də. Minus 2, minus 1. Bunları da çarpaz vursaq, bu mənfi 5x edir, bu da mənfi 10x edir. Toplayanda mənfi 15x edir. Yəni vuruqları oldu bu. Bunun vuruqları bərabərdir 5x. Yəni 5x minus 2, 5x minus 1. İndi bax, yazıram. Bunun yerinə yazıram bunu da. 5x minus 2, 5x minus 1.
Bu da 5x-in kvadratıdır, minus 1-in kvadratı. A kvadrat minus b kvadrat. Bir dəfə minusu 5x minus 1, bir dəfə də 5x plus 1. Minuslar getdi, qaldı bunlar. 5x minus 2, 5x plus 1. Minus 2 plus 1 E variantı. Kəsirli ixtisar edin. Buradan 2-ni çıxartsam mötərizə xaricinə bizə nə verəcək? Belə eləyək də. M üstü 4. Bunu yazsaq M-in kubu vuraq M kimi. M-i çıxardarıq mötərizə xaricinə. Qaldı nə? M kubu çıxaq 1. Burada isə 2-ni çıxardıram mötərizə xaricinə. M kvadrat üstə gələk. M üstə gələk 1. Bərabərdir. Buradan yazıram. Kub düsturu A kubu minus B kubu düsturundan istifadə edirəm. Bunu açıram. Yəni M minus 1. Sonra M-in kvadratı. Üstəgəl bunların hasili M. Üstəgəl 1-in kvadratı 1. Bölünsün. 2 vurulsun. M kvadrat plus M. Üstəgələk 1. Bunlar eyni ifadələrdir. Sildik, getdi. Bunu təzədən vuraq. Yəni baxırıq ki, cavablara M kvadratlandır. M-i mötərizəyə vuraq. M kvadrat çıxaq M. Bölək 2. O da B variantı. Demək, x-8-i biz yazarıq nətər? x-4-ün kvadratı kimi. Çıxaq 1. Bunu 1-in kvadratı kimi də yaza bilərik də. A kvadrat minus B kvadrat üstündən istifadə eləyəcək. Burada x minus 2-nin kubu. Yəni, bunun qarşısına mənfi yazıb. Bunların yerini dəyişə bilərik. Üstü təkdir. Yəni, x minus 2-nin kubu kimi yaza bilərik. Yəni, bax, təzədən bu mənfini mötərizənin içinə vursaq, bu ifadə alınır. 2 müsbət olar, x mənfi olar. Çünki üstü təkdir. Üstə gələk, x-də 4 plus 1. Elə bunlar islah olar, ikisi də eynidir. Çıxılanda gedəcək 0 olacaq da. Sürəti də biz yazarıq nətər? Bir dəfə minusunu, bir dəfə plusunu. x-də 4 minus 1. x-də 4 plus 1. Burada məxrəcdə də x4 üstə gəl 1 qalır. Bunların biri ilə bu ixtisar gedir. Qalacaq nə? x-də 4 minus 1. C doğru olacaq. Bu da eyni tipli misaldır. Elə bunun birbaşa da, yəni bunlar gedir. Da yazmışdım da. Bunu da biz açsaq, yəni x-in 3-ün kvadratı kimi yazıram. 3 kvadratı, kubun kvadratı, qüvvətin qüvvətə vurulur da. 2-yə 3-ə vurulanda 6 eləyir. Çıxaq 1-in kvadratı. Məxrəcdə də x kubu plus 1 qalır. Burada yəni bir dəfə x kubu minus 1, bir dəfə də x kubu plus 1. Bölək x kubu plus 1. Pluslar getdi, qaldı minusu. X kubu minus 1. O da D olar. Şimdi burada nə edərik? Bax, bu da həmin tipli misaldır. Üstləri təkdir də, ona görə cüt olsa, yəni elə istənilən vaxt bunların yerini dəyişərik, qıraqdakı işarədə dəyişməz. Misal üçün, bu 8 olsaydı, biz x plus 1 kimi yaza bilərdik. Toplanandır da, yerlərini dəyişərdik. Üstü cütdür, onsuz da mənfi də olsa, yəni qırağa müsbət çıxacaq. Amma tək olanda mənfi də qırağa mənfi kimi çıxır. Yəni bunun qarşısına mənfi yazıb, bunlar islah olur, gedir. Qaldı bunlar. İndi buradan nə edərik? 2-ni çıxardaq. Bax, x kubu üstə ilə. 2-ni çıxardıram mötərizə xaricinə. Bu üçündən. Qalır nə? X kvadrat çıxaq 8x. Bu da neçə? Çıxaq düzdür. Yox, düz eləmədik.
nə edərik? Demək, bu ikisindən x kvadratını çıxardıram mötərizə xaricinə. Demək, qaldı x plus 2 minus 16-nı çıxartsam mötərizə xaricinə, mənfi 16-nı. Qalacaq nə? X plus 2. Bəli. Yəni, təzədən vursam, minus 16x minus 32 olur da. Yəni, burada da x minus 1 kvadrat çıxaq 9, a kvadrat minus b kvadrat düsturunu tətbiq eləsəm, bir dəfə minusu, yəni x minus 1 minus 3, bu 3-ün kvadratı kimi yazaram da 9-u. Bir də x minus 1 üstə gəl 3. Bərabərdir. X plus 2 hər ikisində var. X plus 2-ni mötərizə xaricinə çıxardıram. Qalır nə? X kvadrat minus 16. Burada isə demək oldu nə? X minus 4 X plus 2 plus 2-lər getdi. Gəlin bunu da x kvadrat minus 16 bu 16-nın 4-ün kvadratı kimi yazsam, yəni o da x minus 4 və x plus 4 kimi yaza bilirəm. X minus 4-lər də gedər. Qalar nə? X plus 4 B variantı. Bu da eyni tipli misaldır. Bu ikisini bir qruplaşdıraram. Bunda bir mənfini çıxartsam x minus 3 olacaq. Bərabərdir. Demək, x kvadratını çıxartdım mötərizə xaricinə, x minus 3 oldu. Buradan da mənfini çıxardıram mötərizə xaricinə, x minus 3 olacaq. Təzədən vursaq, mənfi x plus 3 olur. Sonra, bax, bu da dedik ki, üstləri təkdir, ona görə bunu x minus 1 kimi yazsam, qarşısına mənfi yazaram. Onda da bunlar ikisi də eynidir, islah olur. Qaldı bu, 4 çıxaq, yəni 4-ü də 2-nin kvadratı kimi yazıram. Yəni, bunu da a kvadrat minus b kvadrat üstürü. Yəni, vaxtımız getməsin, birbaşa yazaq. Bir dəfə 2 minus x minus 1, mötərizədə yazıram ki, işarə dəyişəcək də. Bir dəfə 2 plus x minus 1 bərabərdir. Sürətdə x minus 3-lər eynidir. Hər ikisində var. Qoyuram x mötərizə xaricinə qoyuram. Demək, qalır x kvadrat minus 1. Burada açsaq 2 minus x plus 1. Mənfi işarələri dəyişir. Burada isə müsbət olduğu üçün heç nə dəyişmir. Elə olduğu kimi yazırıq. Demək, x minus 3 vurulsun. Yəni, bunu da a kvadrat minus b kvadrat üstüründən istifadə edək. Demək, 3 çıxaq x. Gəlin, mənfi qoyaq qarşısına. Bu 3 çıxaq x-dir, x çıxaq 3 olsun. Mənfini qarşıya çıxardıb, bunların yerini dəyişə bilərik. Bu isə 1 üstə gəl x, ya x üstə gəl 1, fərqi yoxdur. Aha, x üstə gəl 1-lər getdi, x minus 3-lər getdi, yəni mənfi x minus 1. Bu mənfini də bu sürətə vursaq, 1 minus x kimi yaza bilərik. Bir dənə o qaldı. Yəni, belə qalmışdı. X minus 1 bölək mənfi 1. Mənfini də mənfiyə vuranda bu mötərizəni 1 minus x olur. D. Kəsirini ixtisar edin. Əsas kəsirimiz. Bunu belə yazaq da a üstü 2n vurulsun a üstü 2 kimi. Yəni, üstlər, əsaslar eyni olanda üstlər toplanır. Bax, toplanıb, indi parçaladıq, biz ayrı-ayrı yazdıq. Minus a üstü 2n. Burada da a üstü 2n, bıraq a-nın kvadratı, toplanır da 2n plus 2 edir. Üstə gələk. 2 vurulsun a üstü 2n vurulsun a üstü 1, yəni a. Üstə gələk a üstü 2n bərabərdir. Sürət məxrəcdə və a üstü 2n var hər ikisində. Burada da a üstü 2n var. 3 həddin 3-ündə də. Onları nətər yazır? A üstü 2n-i çıxardaq mötərizə xaricinə. Sürətdə a kvadrat çıxaq 1 qalır. Məxrəcdə isə a üstü 2-ni çıxartsam mötərizə xaricinə
Qalır a kvadrat plus 2a plus 1. A üstə 2n'lər ixtisar oldu. Bərabərdir. A kvadrat minus 1'i yazarıq a minus 1, a plus 1. Bu da a plus 1'in kvadratıdır. Bu ifadə. Yəni kvadratın 1 ilə bu gedər. Yəni a üstə gəl 1 qaldı. A minus 1 də sürətdə. O da hansıdır? A variantı. Bu da eyni tipli misaldır. Yəni a üstə 2n vuraq a-nın kvadratı kimi parçaladım bunu. Minus a üstə 2n. Burada a üstə 2n vuraq a-nın kubu olacaq. Kub da burada. İstər toplanır da buranda bir-birinə. Çıxaq 2 vurulsun a üstə 2n vurulsun a-nın kvadratı. Üstə gələk. A üstə 2n vurulsun a üstə 1. Yəni a. Bərabərdir. Buradan a üstə 2n'i çıxardaram mötərizə xaricini. Hər ikisində var. Olur nə? A kvadrat çıxaq 1. Burada da a üstə 2n'i çıxardaram mötərizə xaricinə. A kubu çıxaq 2a kvadratı. Sonra nə var? Üstə gəl a. Bərabərdir. A üstə 2n'lər getdi. Sürətdə a minus 1, a plus 1 kimi parçalayarıq. Buradan da a-nı çıxarsam, içində də a var. A-nı çıxardaram mötərizə xaricinə. Qalar nə? A kvadrat çıxaq 2a plus 1. Bu da nəyin düsturudur? A minus 1'in kvadratı düsturu. Bu kvadratla bu a minus 1 gedər. Bu qalan oldu burada bunlar. Bunu da mötərizəyə vuraq. İxtisar da yoxdur. A kvadrat çıxaq 1. A plus 1, a kvadrat çıxaq 1 yox, a. A-nı vursaq 1'ə a eləyər. Deyəsən D variantıdır. İfadəsini sadələşdirin. Bax, burada da a minus b var, a minus b var. Burada nə eləyərik? A kvadrat plus 10 plus 25 bu 3'ü bizə nəyi verəcək? A üstə gəl 5'in kvadratı düsturunu. Bərabərdir. Bax, nə eləyirik? Sürətdə a minus b-ləri çıxardıram mötərizə xaricinə. Bunun biri qalacaq da. Birin yazdıq mötərizə qarşısında. Biri qaldı. Axı a minus b qaldı. Üstə gəl 5 qalır bunda da. Demək, bunun da yerinə dedik nə? A plus 5'in kvadratı düsturudur o 3'ü. Minus b kvadrat. Bu da a kvadrat minus b kvadrat kimi açaq. Demək, sürətdəkiləri qoy qalsın yerində. A minus b plus 5. A plus 5. Bir dəfə minusu b. Bir dəfə a plus 5. Bir dəfə də plusu b. Burada nə var? Yox, heç yoxdur deyəsən. A plus bir dəfə minusu, bəli, var da. Baxa, bu yerləri dəyişikdir. A minus b, üstə gəl 5. Bunlar eynidir, ixtisar gedir. Yəni, qaldı nə? A minus b, a plus b, üstə gələk 5 kimi yazaq. Bu da E variantı olar. İfadəsini sadələşdirin. Burada da eyni tipli misaldır. Neynədik? A plus b-ni çıxartdıq mötərizə xaricinə. Demək, kvadratın birini bura yazdıq, biri də içəridə qaldı. A üstə gəl b, burada 5 qaldı. Mötərizə A plus b-ni mötərizə xaricinə çıxardanda 5 qalır orada. Bu 3'ü bizə nəyi verəcək? A plus b-nin kvadratı düsturu. Minus 25. 25'i də 5'in kvadratı kimi yazıraq. Bərabərdir.
Demək, A üstə gəl B. A üstə gəl B çıxaq 5. Bu da A kvadrat minus B kvadrat üstüründür. Bir dəfə minusu minus 5. Bir dəfə də plus 5 yazacağım. A üstə gəl B plus 5. Demək, minus 5'lər getdi. Qaldı bu. Yəni, cavabımız da elə o olacaq. A üstə gəl B. A üstə gəl B. Üstə gələk 5. O da E variantı olar 22'də. Kəsirini ixtisar edin. Neyniyərik? Bunları indi vuruqlarına demək, ayrıca gəlin baxaq. Misal üçün, B üstü 4. Sürətdəki ifadəyə baxıram da. B kvadrat çıxaq 5. Bax, bunu nətər yazır? Nəyə vuralım? B kvadratla B kvadratla vuruqlarını ayırmaq lazımdır. Vuranda bu da 5'i 1'ə vuracaq da. Mənfi olması üçün minus 5 plus 1. Yəni, bax, müsbət 1'i mənfi 5'ə vurdum. Mənfi 5 elədi. Çarpaz vursaq, bu B kvadrat, bu da 5B kvadrat. Toplananda biri mənfi, biri müsbət, mənfi 4B kvadrat alınır. Yəni, bunun vuruqları oldu nə? B kvadrat çıxaq 5, B kvadrat plus 1. Bunun yerinə. İndi ikinciyə o birisinə baxaq. Buna. B üstü 4'ü üstə gəl 4B kvadrat plus 3. Yəni, bunu da biz B kvadratı B kvadratla vuranda B üstü 4 olur. 3'ü də 3'ü 1'ə vuranda. Cəmi topla müsbət 4 oldu alması üçün ikisi də müsbət olmalı. Yəni, bu B kvadrat, bu da 3B kvadrat. Toplayanda 4B kvadrat eləyir. Yəni, vuruqları oldu nə? B kvadrat plus 3, bir də B kvadrat plus 1. Şimdi bunlara qiymətlərini kəsirdə qoyaq yerinə. Sürətdəkinin əvəzinə bunu yazırıq. B kvadrat çıxaq 5. B kvadrat plus 1. Burada isə B kvadrat plus 3. Bax, bunun yerinə vuruqlarını tapmışıq. B kvadrat plus 1. Plus 1'lər getdi, qaldı bunlar. Yəni, B kvadrat çıxaq 5, B kvadrat üstə gələk 3. Hansıdır? C olacaq. Kəsirini ixtisar edin. Bu da, yəni, bunların da vuruqlarını tapmaq lazımdır. A üstü 4 çıxaq 3A kvadrat minus 4. A üstü 4 almaq üçün A kvadratını A kvadratına vurmaq lazımdır. Mənfi 4 isə demək, mənfi 4 ilə müsbət 1. Çünki bax, 1'i mənfi 4'ə vuranda mənfi 4 eləyir. Bunları çarpaz vursam, mənfi 4 A kvadrat, müsbət A kvadrat toplananda mənfi 3 A kvadrat eləyəcək. Yəni, vuruqları oldu bu. A kvadrat çıxaq 4, A kvadrat plus 1. Bu bununki. Məxrəcə də baxaq ayrıca. A kvadratı vuranda A üstü 4 eləyir. İçində 1 ilə 2'nin hasili müsbət olduğu üçün bunların ikisini də müsbət eləyəcək ki, çarpaz 2A kvadratla 1A kvadrat toplayanda 3A kvadrat eləyir. Yəni, vuruqları oldu nə? A kvadrat plus 1, A kvadrat plus 2. İndi qoyuram bu nədir, kəsirdə yerinə. Demək, nə alındı? Sürətdə yazacaq A kvadrat minus 4. Bu sürətin ifadəsi budur da, vuruqları. A kvadrat plus 1. Burada isə A kvadrat plus 1, A kvadrat plus 2. Yəni, belə də bunları ixtisar edirəm, qalır bu nə? A kvadrat minus 4. Yəni, bunu açsam, bundan ixtisar yetməyəcək, ona görə açmıram. A kvadrat plus 2. 2, A kvadrat minus 4, E variantı. X 1'dən böyük olduqda ifadəsini sadələşdirin.
Modulun içinə baxırıq, modul var. Demək, modulun demək, birdən böyük olanda x, yəni 2 olsa, tutaq ki, 1 çıxaq, mənfi ədəd alınır da. Bildik ki, bu mənfi ədəddir. Modulu atmaq istəyirsə, nə edirik? Qarşısına mənfi yazırıq və modulu atırıq. Müsbət olduğunu, böyük olduğunu olduğu kimi çıxardırıq. Yəni, modulu atırıq. Biləndə ki, müsbətdir. Modulu atırıq, olduğu kimi yazır. Amma burada bilirik ki, mənfidir, ona görə qarşısına mənfi yazırıq. Bunun da vuruqları x kvadrat plus x minus 2. Yəni, x hasili kvadrat edir. Bunun müsbət 2 ilə mənfi 1 olacaq. Niyə? Mənfi 1-i 2-yə vuranda mənfi 2 edir. Amma çarpaz vursaq, bu mənfi x, bu da 2x. Toplayanda müsbət x edir. Demək, bunun vuruqları olur nə? X plus 2, x minus 1. Elə bunun vuruqlarını birbaşa yazaq burada. Mənfini mötərizəyə vursam nə olacaq? X vurulsun, x minus 1. Yerlərini dəyişərəm. X plus 2, x minus 1. X minus 1 irəli getdi. Qaldı nə? X bölək x plus 2. Bu da hansıdır? A variantı. Demək, 2-dən olduqda ifadəsinin kiçikdir demək. 2-dən kiçik olanda demək, bu mənfi olur. Ona görə qarşısına mənfiyə qoya bilərik. Ya da modulu atırıqsa, bunların yerini elə birbaşa dəyişə bilərik. Heç mənfi atmadan A vurulsun. 2 ilə A-nın yerini dəyişib yazaram. Modulu da ataram. Bunlar nə? 2 minus A. Elə hesab edək ki, qarşısına mənfi atdıq. Bunlar da yerini dəyişəcək də onda. Burada A kvadrat plus A minus bunun vuruqlarını da tapaq. Demək, A vuruq 6 da 2 ilə 3-dür. Özü müsbət. Onda nə olacaq? 6 2 ilə 3-ün hasili 6. 6 ilə 1 də ola bilir. Yox, 2 ilə 3-dür. Özü müsbət. 3 demək böyük müsbət olmalıdır. İşte gələ 3 minus 2. Niyə? Çünki 3A bir də mənfi 2A toplayanda müsbət A alır. Mənfi A olsaydı, onda müsbət 2 olardı, mənfi 3. Demək, bunun vuruqları oldu nə? A üstə gəl 3, A minus 2. A üstə gəl 3, A minus 2. Yine burada gərək mənfi qarşısına çıxardaq. Mənfi qarşısına çıxartsaq, bunların yerini dəyişə bilərik. A vurulsun, A minus 2. Gərək elə mənfini qabaqcadan çıxardardıq. Bilmirsən axı nə baş verəcək. Sonra A üstə gəl 3, A minus 2. Demək, qarşısına mənfi çıxartdıq. Mənfi. Demək, A minus 2-lər gedir. Yəni, 2 minus A ilə A minus 2-ni ixtisar edə bilmərik. Bunlar fərqli ədədlərdir. Yəni, mənfi var qarşısında A bölək A plus 3. Mənfi A bölək A plus 3 E variantıdır. İfadəsini sadələşdirin. Bunu yazaq 2 üstü M, 3 üstü N, vuraq 3 üstü mənfi 1. 3 üstü mənfi 1 də 3'də 1 deməkdir. Bu yazım mənfi 1. Çıxılsın 2 üstü M, bir dəqiqə. Çıxılsın 2 üstü M, 2 üstü mənfi 1. Vurulsun 3 üstü N. Burada da qaldı nə? 2 üstü M, 3 üstü N bərabər. Görürük ki, burada da 2 üstü M var, burada da var. 3 üstü M var, burada da 3 üstü M var. Yəni, çıxarda bilərik mötərizə xaricinə. Yəni, 2 üstü M və 3 üstü N-i mötərizə xaricinə çıxartdım. 3 üstü 1, yəni 3'də 1 deməkdir. Çıxılsın. Burada da 2 üstü mənfi 1 qaldı, yəni 2'də 1 deməkdir. 2 üstü 1 demək, 3 üstü 1.
Demək 2 üstü n vuraq 3 üstü n. Bunlar ixtisar gedir. Bunlar orta məxrəc kəsirlərin çıxılması. Orta məxrəc 6 olar. 6-nı 3-ə 2 dəfə 1-ə vursaq 2 çıxaq. 6-nı 2-yə 3, 3-ü 1-ə vursaq 3 bərabərdir. -6-da 1. D variantı doğru olacaq. Bu da eyni tipli misaldır. Bak 4 üstü n vuraq 4. 4 üstü 1-də yəni. Vuraq 5 üstü n də var orada. Çıxılsın 4 üstü n, 5 üstü n, 5 üstü 1. Burada 4 vuraq 4 üstü -1. 4 üstü n vuraq daha doğrusu. 4 üstü -1. 5 üstü n vuraq 5 üstü -1 bərabərdir. 4 üstü n, 5 üstü n-i çıxardarıq mötərizə xaricinə. Qalır burada 4. Burada isə 5 qalır. Çıxaq 5. Burada da bax var da 4 üstü n var, 5 üstü n. Bir yan yana yazaq. Bu 4 üstü -1-i 4-də 1 kimi yazarıq. 5 üstü -1-i 5-də 1 kimi. Bax bu 4 bunlar ixtisar getdi. Surətdə qaldı nə? -1 bölünsün 1 bölünsün 20. Elə bir mənfi bax belə yazaq da -1 bölək 20-də 1. Bölmə xassəsi necə idi? Birinci ədədimiz qalır olduğu kimi, ikincinin tərsinə vururuq. Yəni 20-də 1-in tərsi 20-dir. 20 bölək 1-də, o da 20-dir. Bu da -20 eləyər. C doğru olar. Kəsrini ixtisar edin. Belə eləyək. A üstü 33-ü gəlin A üstü 11-in kubu kimi yazaq. 11 3-ə vurulur, 33 eləyir. Biri də 1-in kubu kimi yazsa A kubu plus B kubu düsturudur. Buradan bax A üstü 11-i bax yazaq A üstü 11 çıxaq. A üstü 22-ni yazıram A üstü 11 vuraq A üstü 11. Üstlər toplanır da. Burada da A 32 yazaram A üstü 11. 11-in kubu kimi də yaza bilərəm. Belə eləyək. A üstü 11-in kvadratı kimi yazaq. Bəli, belə yazmayaq. Bax. A üstü 11 vuraq. Daha doğrusu A üstü 11-in kvadratı. Üstə gələk. A üstü 11-in kubu. Öyle mi? A üstü 11'i çıxardarıq mötərizə xaricinə. Onda çıxartmamız lazım. İndi bu A kubu plus B kubu düsturudur. Yəni A üstü 11 üstə gələk 1. Sonra A üstü 11'in kvadratı. A üstü 11'in kvadratı. Üstə gələk, A üstü 11 vuraq 1. A üstü 11, üstə gələk 1-in kvadratı 1. Buradan da A üstü 11-i çıxartsam mötərizə xaricinə. Qalır nə? 1 çıxılsın. Minusda da burada. A üstü 11. O da üstə gəlinsin. Nə? Kvadratı. A üstü 11'in kvadratı. Yaxşı. Burada minus olacaq da. Çünki açılışda, cəmin açılışında birinci işarə minusdur. Bərabərdir. Yəni, bunlar eyni ifadədə görürük ki, A üstü 11'in kvadratı çıxaq A üstü 11, üstə gəl 1. 1 ilə bunun yerini dəyişsən, demək ki, həmin eyni ifadədir. Bunlar ixtisar gedir. Qalır bu. Yəni, A üstü 11 üstə gələk 1 bölək A üstü 11'ə. O da B variantı olar.
Kəsirini ixtisar eləyin. A üstə 21 çıxaq 7. Bunu da yazarıq nətər? A üstə 7-nin kubu minus 1-in kubu kimi yazıram. A kubu minus B kubu düsturundan istifadə edəcəm. Burada da A üstə 7-ni çıxarsam mötərizə xaricinə, A üstə 7-ni çıxanda üstləri çıxılır da, yəni. Bölükdə A üstə 21-i A üstə 7-yə böləndə üstlər çıxılır. A üstə 14 alınır. Yəni A üstə 7-nin kvadratı alınır. Üstə gələk. Burada da üstlər çıxılacaq. A üstə 7 çıxılanda A üstə 7 qalır. Üstə gələk. A üstə 7-yə də bölündə 1 qalır burada da. Çıxartdım mötərizə. Yenə vursaq, üstlər toplanır. Bu olur misal üçün 21. Bu A üstə 7 ilə A üstə 7, A üstə 14. 1-ə də vurdum, elə A üstə 7 qalır. İndi bunu A kubu minus B kubu düsturundan istifadə edək. A üstə 7 minus 1. A üstə 7-nin kvadratı, yəni A üstə 14. Üstə gələk, mənfi olanda ikisi də müsbət olur işarələr. A üstə 7 vuraq 1. A üstə 7, üstə gələk 1-in kvadratı. Burada da yəni A üstə 7, A üstə 14, üstə gələk A üstə 7, üstə gələk 1. Eyni olduğu üçün bunlar ixtisar gedir. Aldıq nə? A üstə 7 minus 1 bölək A üstə 7. C variantı. A-nın neçə natural qiymətində kəsir ixtisar olunmayan düzgün kəsir olar? İlk öncə bunları ixtisar eləyək, sadələşdirək. Nə edərik? A-nı çıxardarıq sürətdən mötərizə xaricinə. Qalacaq A minus 2. Burada da 18-i çıxardarıq mötərizə xaricinə. A çıxaq 2 olar. Bunlar ixtisar gedər. A bölək 18. İxtisar olunmayan düzgün kəsir olar. Yəni A-nın neçə natural qiymətində? Düzgün kəsir. Düzgün kəsir olması üçün A demək 18-dən kiçik olmalıdır. Yəni 17-dən başlayacaq. 18 daxil deyil. Yəni. Düzgün kəsir olar. İxtisar olunmayan. Yəni, bunu bir-bir də yazarıq, ancaq o düzgün olmaz da. İndi biz nə edərik? 18-in sadə vuruqlarını müəyyən eləsək, bax, sadə vuruqlarını müəyyən eləyək. 2-yə bölünür, 9 dəfə düşür, 3-ə bölünür, 3 dəfə düşür, o da 3-ə bölünür, 1. Yəni 2, 3, 3. Biz onun ixtisar olmayan, yəni 18 ilə qarşılıqlı sadə olan, 18-dən kiçik və 18 ilə qarşılıqlı sadə olan ədədlərin sayını nə cür taparıq? 18 vurulsun. Bunu yadda saxlamaq lazım. Demək, 1 çıxılsın. Demək, sadə 18-in ibarət olduğu sadə ədədlərin elə bir ki, tərsi də, yəni 2 deyil, sadə ədəddən ibarətdə 2-də 1 çıxılsın. Sonra 1 minus 3-də 1. Yəni 2-dən olsa da 1-ni çıxırıq. 3-də 1. Bu da bərabərdir. Yəni 18 vurulsun. 1-dən 2-də 1 çıxsaq, 2-də 1 alınacaq. Bu da 3 çıxaq 1, yəni 3-də 2 olacaq. Yəni 6 ilə bu 3 qalar, 3 dəfə 2 6. Yəni 6 dənə A-nın neçə natural qiymətində? A-nın 6 natural qiymətində kəsiri, bu kəsir ixtisar olunmayan düzgün kəsir olar. Və yaxud elə bir-bir görək 6 dənələr hansılardır? 18-də 5 ixtisar olunmur, 18-də 7, 18-də 11, 18-də 13, 18-də 17 ixtisar olunmur. Bir də 18-də 1 yəqin ki. 31-də cavab olar 6. Yəni 6 dənə belə ixtisar olunmayan kəsir var. Düzgün kəsir var. 18-dən kiçik.
M-in neçə tam qiymətində kəsin qiyməti tam ədəddir. Öncə sadələşmə aparaq. 9-u çıxarsam mötərizə xaricinə m plus 2 olar burada. Bunda vuruqlarını ayıraq. M hasili m kvadrat. Onu da 5 ilə 2-nin hasili kimi yazsaq müsbət olacaqdır. Çünki ikisi də müsbətdir. 2m ilə 5m 7m eləyir. Yəni m plus 5 m plus 2. M plus 2'ler getdi. 9 bölək m plus 5. M-in neçə tam qiymətində soruşur. Gərək m-in qiymətlərini tapaq. Ona görə ki, m məxrəcdədir. Məxrəcdə yəni 0 ola bilər də. Ona görə m demək nə olmalıdır? Mənfi 5-dən fərqli olmalıdır. Bir də mənfi 2-dən. 2 0 olmasın da mənası olsun bu kəsrin. Yoxsa mənası olmaz. Ona görə biz m-in qiymətlərini ayrı-ayrıca tapmalıyıq. Yoxsa belə sayla 6 olmalı idi. Bax, 9-un bölənləri nədir? Yəni, tam qiymət alması üçün 9 bölünməlidir də bu 1-ə, 3-ə və 9-a bölünür də və tam qiymətindən söhbət gedir də, natural qiymətindən yox. Bu mənfi 1, həm də mənfi 1, mənfi 3, mənfi 9 da tam qiymətdir. Amma bu m-in qiyməti deyil. Bu m plus 5-in qiymətidir. İndi biz m plus 5-i bir-bir bunlara bərabər eləyib, baxırıq görək bunlardan hansısa olmur. Yəni, olsa onu saymayacaq. M plus 5 1-ə bərabər elədik. M nəyə bərabər olur? Mənfi 4-ə. 1 çıxaq 5-də, yəni mənfi 4. Demək, biri bu. Sonra M plus 5 3-ə bərabər eləyirəm. M bərabərdir. 3 çıxaq 5, yəni mənfi 2. Demək, bu deyil də, bu deyil. Sonra m plus 5 9-a bərabər eləyir. Çünki mənfi 2-dən fərqli olmalı. Mənfi 2 olsa, bu 0 olacaq. M plus 5 9, m bərabərdir 4. Bu da həllərindən biridir. Sonra m plus 5 mənfi 1-ə bərabər eləyək. Bu da eləyər mənfi 6. Bu da həllərindən biridir. M plus 5 mənfi 3-ə bərabər eləsək, mənfi 8, bəli, bu da m plus 5 mənfi 9, m bərabərdir, mənfi 14, bu da həllidir. Yəni, bunlar deyil də, fərqli olmalı, mənfi 5, mənfi 2. Bir dənəsi həlli olmadı. 5 dənə, m-in neçə tam qiymətində? 5 tam qiymətində kəsin qiyməti tam ədəddir. Cavabımız 5-dir. M-in neçə tam qiymətində kəsin qiyməti tam ədəddir. Bu da həmin tipli misaldır. 6-nı çıxarsam, m minus 2 olar. Bunu da vuruqlarını ayırsaq, m, içində 1 ilə 2, mənfi 1 ilə mənfi 2 olar. Çünki, bax, mənfi 1-i mənfi 2-yə vuranda müsbət 2. Çarpaz vuranda mənfi 2 ilə mənfi m toplayanda mənfi 2 m eləyir. Orta vuruq alınmalı. Demək, vuruqları oldu nə? M minus 1, M minus 2. İndi M minus 2-lər getdi. Bərabərdir 6 bölək M minus 1. M-in indi hansı qiymətlərini gerək tapaq, çünki məxrəcdə olduğu üçün mütləq yoxlamaq lazımdır. Yəni, deyərik ki, 6-nın bölənləri hansılardır? 1-dir, 6 1-ə bölünür, 2-yə, 3-ə, bir də ki, 6-ya, 4, bir də mənfi 1, mənfi 2, mənfi 3, mənfi 6 deyərik, 8-ənə. Bu doğru olmaz. Gərək yoxlayaq, çünki məxrəcdə ola bilər ki, m-in qiyməti 1 olur. Yəni, 1-dən fərqli olmalı. 1 olsa, bu 0 olur. Və yaxud m fərqli olmalı 2-dən. Demək, 1 və 2-dən fərqli olmalı. Ona görə mütləq bunları bir-bir yerinə qoyub yazmalıyıq. Yəni, m-1 bir dəfə 1-ə bərabər eləməliyik. M bərabərdir 2-yə. Bax, görürsünüz, elə bu birinci, bu həlli deyil. Sonra, m-1 2-yə bərabər eləsək, m 3 olar. Demək, həllərindən biri budur. M-1
Nəyə bərabərləyək? 3-ə bərabərləyək. N bərabərdir 4. 4 də həllidir. N-1 6-ya bərabərləsək, N bərabər 7. Bu da həllidir. N-1-i -1-ə bərabərləyək. Bu 0 olacaq, eləmi? M 0. Bu da həllidir. Çünki 0 da tam qiymətdir də. Sonra N-1 -2-yə bərabərləyək. N bərabərdir -1. Bu da həllidir. Demək, hamısı həll olur. Deyəsən, bir dənəsi həll olmur da. Yəni, N-1 -3-ə bərabər eləsək, N bərabərdir -2. Bu da bizim həllimizdir. Burada 2 həllimiz deyil. N-1 bərabər -6. N bərabərdir -5. Bu da həllimizdir. Yaxşı, 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə, yəni cavabımız olacaq 7 tam həddində, tam qiymətində bu kəsrin qiyməti tam ədəddir. Rasional ixtisar olması üçün B parametrin ala biləcəyi qiymətlərin cəmini deyir, tapın. Onun üçün qruplarını tapmaq lazımdır. Bunun qruplarını tapaq. Y kvadrat çıxaq 3y -4. Demək, y ilə y 4 ilə -3 olacaq da. -4 ilə müsbət 1. 1-i -4-ə vuranda -4 edir. Çarpaz vuranda, bax, müsbət y, bu da -4 edir. Toplayanda -3 y edir. Yəni, qruplarımız oldu y -4 və y +1. Qruplarımız bu olacaq. Y -4 y +1. Demək, indi B neçə ola bilər? Bax, y kvadrat minus B, yəni bunun 16 olmalıdır ki, 4-ün kvadratı da 1-ə minus olsun. Yəni, bunun kvadrat y -4, y +4 olacaq da. Yəni, B-miz olacaq nə? 16. -1-də. Yəni, B olacaq 16. Orada da minusdur, burada da minusdur. Yəni, B 16 olacaq da. Bir dənə, bir variant. Sonra, bu birisi ilə də ixtisar getməsi üçün 1 olmalıdır. Yəni, B bərabər 1 olacaq. Çünki bunda y -1, y +1, bununla +1 ilə gedəcək, ixtisar gedəcək. Cavabımız elə olar bu. Yəni, burada plus deyil, minusdur. Ona görə da -B götürmürük. B demək 1, 16 olacaq. Onun qiymətlərin cəmini tapın. 1 + 16 bərabərdir 17. Nasıl ixtisar olması üçün bununla qruplarını ayıraq. Onun qrupları neçə olacaq? X, 6-nı da yazarıq. Bax, mənfi olduğu üçün böyük, ədədi qiyməti böyük olanı mənfi ilə işarə edirik. Yəni, 6 ilə 1-in hasili də bu, -6 olar. Bu da müsbət 1. Bax, -6x, bu da müsbət x. Toplayanda -5x edir. Yəni, qrupları oldu bu. Surətdə yaza bilərik nə? X -6, x +1. Bu da x kvadrat minus neçə olacaq burada? 6 olması üçün 36 olmalıdır da B. B 36 olmalıdır ki, bax, x kvadrat çıxaq 36-da olmalıdır ki, o x -6, x +6 olsun. X -6'lar ixtisar gedəcək. Yəni, ixtisar getməkdən söhbət gedir də. Demək, B olar bir qiyməti 36-dır. Sonra nə ola bilər? X +1 getməsi üçün B demək neçə olmalıdır? 1 olmalıdır. Yəni, B həmçinin də 1 ola bilər. Bunların cəmini eləyər nə? 37.
P-nin hansı müsbət qiymətinin ifadəsinin mənası yoxdur, cavabınızı əsaslandırın. Ətraflı yazı cavab tələb olunan tapşırıqlar. Bax, 5 vuraq. Mənfi 3 nə deməkdir? Yəni, mənfi deyiriksə, bax, tutaq ki, A üstü mənfi 1 nə deməkdir? 1 bölünsün A üstü 1. Və A-nın üstü mənfi 2 nə deməkdir? Yəni, 1 bölünsün A-nın kvadratı. Yəni, bu da 1 bölünsün deməkdir. Üstü 3. Yəni, 1 bölünsün P kvadrat minus 25-in kubu. İfadəsinin mənası yoxdur. Mənası o zaman olmayacaq ki, bu məxrəc 0 olsun. Yəni, P kvadrat minus 25 0 olsun. Bunun içi də heç kuba ehtiyac deyil. Yəni, 0 olursa, onun mənası yoxdur. P-nin hansı müsbət qiymətində soruşur. P kvadrat bərabərdir 25-ə, P bərabərdir plus minus 5. Yəni, bizdən müsbət qiymətini soruşur. Müsbət 5. Cavabımız 5 olar. 37 də həmin tipli misaldır. Yəni, burada da 5 vurulsun. Bunu yazarıq nə? 1 bölünsün 64 minus m kvadratın kubu bərabərdir. Yəni, bu məxrəc mütləq 0-dan fərqli qiyməti almalı. Yəni, 0-a bərabərdirsə, demək mənası yoxdur. Elə bizə o bərabər, 0-a bərabər olması lazım. 64 minus, yəni m kvadrat 0 olsa, kubu da 0 eləyir də onsuzda. Yəni 0. Buradan m kvadrat bərabərdir 64-ə. M bərabərdir plus minus 8-ə. Bizdən m-in hansı müsbət qiyməti? Həm müsbət 8, həm mənfi 8 var. Biz müsbət 8 bizim cavabımızdır. Cavabınızı əsaslandırın. Elə əsaslandırdıqda 37-də də cavab olacaq 8. Burada da bu mövzuya aid olan tapşırıqları bitirmiş olduq. Güman edirəm faydalı oldu. Sağ olun.